Goranboyda yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə hadisə rayonun Aşağı Ağcakənd Böyrü kənd yolu ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan Vaz 2107 markalı minik maşını idarəetmədən çıxıb, nəticədə avtomobil yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti ilə bağlı təbib məlumat yayıb. 16.01.2026-cı il tarixində saat 09:20 radələrində Goranboy rayonunda baş verən yol nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər, biri kişi, ikisi qadın olmaqla Goranboy rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Hazırda müalicələri təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Yaralı sürücü 1998-ci il təvəllüdlü Fərid Əliyev, avtomobilin sərnişinləri 1971-ci il təvəllüdlü Təranə Əliyeva və 1989-cu il təvəllüdlü Şəlalə Şadmanovadır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Goranboy.